Qəbirdə, qiyamətdə bizim namazımızı, orucumuzu saymayacaqlar. Belə bölgü olmayacaq. Məsələn, kihərənin namazının rükətini sayalar. Deyərlər ki, məsələn, filan qədər namaz qılan ki, məsələn, belə deyək, məsələn, 1 milyon rükət, məsələn, deyirəm, namaz qılan daha üstün yerdədir. 800 min qılan daha aşağıdır. Belə bölgü aparılmayacaq. Nəticəyə baxacaq. Bu qədər namaz, bu qədər oruc, bu qədər həcc, bu qədər əməllər hamısı nəticədə nə vəziyyətdə gəlmisən? Bu əməllərin ruhdakı təsirinə baxıb qiymət verəcəklər. Odur ki, qiyamətdə əmələ yox, qəlbə baxacaqlar. Qəlbi təmizləmək mühüm məsələdir. Qəlbdə olan kin, küdurət, təkəbbür, qoymayın ürəyinizdə bir dənə möminə qarşı kin qalsın. Xarab eləyəcək qəlbi. Vallah viran eləyəcək. Həsəd haqqında hədis var ki, sirkə balı xarab elədiyi kimi həsəd imanı məhv eləyir. Bir zərrə təkəbbür insanı saadət yolundan məhrum eləyir.